Bakışlarının kan səklərdən axışları günlərə qərq olmuş başdaşlarının namusu, qeyrəti daşır şəhidlər. Nifrətə çevrildi baxışlarınız, qanlı səklərdən axışlarınız güllərə qərq olmuş başdaşlarınız namusu, qeyrəti daşır şəhid. Kalan oldunuz, unutmak olar mı sizin şehitler? Dünyanın heyrete sana oldunuz, azadlık. Aziz şehit aileleri, hürmetli muharebe iştirakçıları, her birimizde iştirak edenler. Bugün her birimiz malum olduğu ki Azərbaycanın ilk cəsur mərd oğullarından biri olan Vətən müharibəsi şəhidi Namiq Xəlilовun doğum günü münasibətilə dava toplanmış və hər birimizin məqsədindən tamam hər dəfə dediyimiz kimi eynidir. Şəhidimizin xatirəsini uca tutmaq, yaşatmaq, ailəsinin yanında olmaq, onlara dəstəyimizi ifadə eləmək, onlara sağ. Şəhidlərimiz barədə hər zaman tədbirlərdə toplanarkən ətraflı danışırıq, onların məqamı barədə tədbirlərimiz məlumat verir. Döyüş yoldaşları olub ki, iştirak edirlər tüm şəhidlərimizin. Onların doğum günlərində və anım günlərində onların keçdiyi o şərəfli döyüş yolu barədə qürurla, fəxarətlə danışırlar və bizim burada toplanmağımız hər birimizin həmrəylidir. Həm şəhid ailələri olaraq, şəhid ictimaiyyəti olaraq hər zaman qaynağını yaşatmağa çalışır. Ümumiyyətlə, şəhid adının əbədiləşməsi ilə bağlı Şirvan şəhərində görülən işlərdən hər birimiz məlumatlısınız. Ola bilər ki, qonaqlarımız olar, onların da burada olmasına istifadə edir. Qısaca məlumat vermək istəyirəm. Vətən müharibəsindən sonraki dövrdə heç bir fərq qoymadan bütün şəhidlərimizin məzar üstü abidələri, qara mərmərdən eyni boyda, eyni ölçüdə, hətta dizayn olaraq eyni olaraq quraşdırıldı. Şəhid anası memorial abidə kompleksi quraşdırıldı xiyabanda və bu da məhz şəhid analarına bir növ onları xarakterizə edir. Altında da o yazılan unutmayaq sözü onların dilindən gələn bir ifadə kimi orada qeyd olundu. Və şəhərimizin mərkəzində, İstiqlaliyyət küçəsində, hərəkətin ən sıx olduğu yerlərdən birində də monitor quraşdırıldı, elektron monitor və burada da bütün şəhidlərimiz barədə il boyu 24 saat translasiya olaraq məlumatlar yayınlanmaqdadır. Həm döyüş yolu, həm həyat yolu barədə, həm bu şəkilləri əks olunub orada. Allah hamısını ruhunu şad eləsin. Bilirsiniz, Zəfər meydanı istifadəyə verildi, Qarabağ meydanı istifadəyə verildi Füzuli Parkında və bütün əskər zabitlərimizin, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Zəfər abidəsi quraşdırıldı və bugün şəhərimizdə həm böyük tədbirlər, həm şəhər tədbirləri hər biri məhz abidənin qarşısında keçirilir. Onu deyim ki, bugün həm də Milli Qurtuluş günüdür, Ulu Öndərin hakimiyyətə gəldiyi gündür. Sizin yaşınız çatar, siz böyüklərsiniz, bilirsiniz o vaxtları, amma biz bunu video kadrlardan görürük, hansı ki o vaxtı lentə alıblar, xalq təkidlə Ulu Öndərin hakimiyyətə gəlməsini xahiş edirdi, tələb edirdi və Ulu Öndər hakimiyyətə gəldikdən sonra həqiqətən də ölkədə baş verən iqtisadi siyasi böhran, iqtisadi siyasi böhran yox oldu və ictimai siyasi sabitlik bərpa oldu. Hansı ki
Bilirsiniz, o vaxtları ölkəmiz ağır durumdaydı, vətəndaş müharibəsi gedirdi, ərc-mərclik öz başına alırdı və bunun öhdəsindən xalq inanırdı ki, yalnız o öndər gəlir və ona görə təkidlə onun hakimiyyətə gəlməsini xahiş edirdilər, mitinqlər keçirirdilər bu barədə və şükürlər olsun, nəticə göz qabağındadır. Bilirsiniz, həm iqtisadiyyatımız gücləndi, onun həyata keçirdiyi təşəbbüsü ilə bağlandığı əsr müqaviləsi ilə, həm ordu quruculuğu inkişaf etdi. Cənab İlham Əliyevin belə deyək, uzaqgörən siyasəti, qətiyyəti, iradəsi nəticəsində qurduğu diplomatik əlaqələrlə ölkəmiz gücləndi. Amma cənab prezident özü də hər dəfə qeyd edir ki, biz Vətən müharibəsindəki qələbəni nə qədər də güclü orduya, texnikaya, silah-sursata sahib olsaq da məhz əsgərlərimizin, zabitlərimizin sayəsində əldə etdik. O əsgərlərdən, zabitlərdən, şəhidlərimizdən biri də Namiq Xəlilovdur ki, böyük şücaətlər, qəhrəmanlıq nümunələri göstərib. Cənab prezident tərəfindən çox sayılı medallarla, ordenlə təltif olunub və bütün şəhidlərimizin döyüş yolu qiymətləndirilir. Müharibədən sonra hər biri müxtəlif təltiflərlə təltif edilib və belə deyək, təbii ki, onlar bu qəhrəmanlığı öz ailələrindən alırlar. Onların xarakterindən götürüblər, tərbiyəsindən götürüblər. Təkcə ordakı təlim-tərbiyədən getmir söhbət. Birinci növbədə ailədən başlayır və siz qəhrəman anaların, ataların sayəsində onlar bu cür vətənpərvər ruhda böyüyüblər və torpaqlarımızın işğaldan azad olunmasında yüzlərlə şücaət nümunələri göstəriblər. Daha sonraki dövrdə suverenliyimiz bərpa oldu, şükürlər olsun, antiterror tədbirlərində və bugün Azərbaycan keçmiş MDB ölkələri arasında, Sovet tərkibində olan ölkələr arasında yeganə dövlətdir ki, hansı ki, arasında münaqişələr var idi. Yeganə dövlətdir ki, həm ərazi bütövlüyünü təmin edib, həm də suverenliyini təmin edib. Həm də bu 21-ci əsrdə yeganə dövlətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bütün Azərbaycan xalqı üçün böyük qürurdur, böyük fəxarətdir. Hamı başa düşür, hamı dərk edir ki, bu şəhidlərimizin sayəsindədir. Və hər zaman onların ruhlarına dualar oxuyurlar, ailələrinə minnətdarlığını bildirirlər. Onların ailələri eşitməsə belə hər kəsin ürəyindən Allah səbr versin deyə bir cümlələr keçir. Allah şəhidlərimizin ailələrini qorusun, ruhlarını şad etsin deyə cümlələr keçir. Hər dəfə danışırıq, bilirsiniz. Onların sayəsində bir gün böyük qayıdış proqramı icra olunur. 1 milyon məcburi köçkün və qaçqınımız olur və artıq mərhələli şəkildə işğaldan azad olunan torpaqlarımıza qayıdırlar və şükürlər olsun, haqq ədalət öz yerini tapır. Amma bizim üzərimizə düşən vəzifə şəhər ictimaiyyəti olaraq, dövlət işçiləri olaraq, şəhid ailələri olaraq, mən bilirəm ki, şəhid ailələri də bu vəzifəni həyat qayəsi kimi görürlər özlərində. Çünki bir şəhid anası, digər şəhidin ailə üzvləri hər zaman öz şəhidini yaşatmaq üçün çalışır. Allah saxlasın, Namiqin 2 övladı var və Allah onları qorusun. Əminik ki, onlar da ataları kimi qəhrəman olacaqlar. Amma təbii ki, hər birimizin arzuladığı kimi elmdə, yaradıcılıqda hər kəs istəyir ki, onun övladı vətənə, millətə belə deyək, layiq, belə deyək, vətənin, millətin mənafeyinə layiq övladlardan olsun. Və inşallah bu belə də olacaq. Bugün həm şəhid ailələrinə, həm iştirakçılarına dövlətimiz tərəfindən müxtəlif sosial proqramlarla dəstəklər göstərilir. Və şəhid övladları da hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur. Xüsusən də Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq hörmətli Neriman xanım Əliyevanın xüsusi diqqəti ilə əhatələniblər. Onun tez-tez şəhid övladları ilə görüşdüyünün şahidi oluruq. Ümumilikdə, təbii ki, dövlət olaraq da bir daha qeyd edirəm, məqsədimiz həssas kateqoriyada olan vətəndaşların sosial müdafiəsi, eyni zamanda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsidir. Ölkəmizdə bu həm qanunlarla tənzimlənir, həm insani olaraq hər bir vətəndaş özünü şəhid ailələrinə mənəvi olaraq borclu hesab edir və bu istiqamətdə də burada toplaşırıq, birlikdə tədbirlər keçiririk. Allah hər kəsin
Allah hər kəsə can sağlığı versin. Hər kəs çox sağ olsun ki, bax bu tədbirlərdə hər zaman şəhid ailələrini tək qoymurlar. Onlar özləri bir-birlərini tək qoymurlar. Çünki bir şəhid ailəsinin övladı, şəhid atasının, anasının övladı, bütün şəhid ailələrinin övladı kimidir. Hər kəs onları özlərinə övlad bilirlər. Yəni bir övlad itirib 1000 övlad qazanırlar. Və əslində heç birimiz mən düşünürəm ki, heç bir şəhidlərimizi itirmirik. Əksinə olaraq biz onları qazanırıq. Çünki bir torpağın azadlığı, millətin azadlığı, müstəqilliyi, bir ölkənin müstəqil siyasi həyata keçirilməsi, gələcək nəsillərin firavanlığı, əmin-amanlığı, bütün uşaqların üzündəki o təbəssüm şəhidlərimizin qanı ilə, canı ilə bərpa olunur. Və buna görə də bütün Azərbaycan xalqı hər zaman onlara minnətdar və hər zaman onların qarşısında baş əyirik. Allah bütün əsgərlərimizi, ordumuzun zabitlərini, hərbi qulluqçularını qorusun. Sərhədlərimizdə daim keşik çəkirlər və şəhidlərimizin bizlərə əmanət elədiyi torpaqları onların adına layiq olan səviyyədə qorumağa çalışırlar hər zaman. Allah bütün müharibə iştirakçılarına can sağlığı versin. Hər biri özünə məxsus şücaətli bir döyüş yolu keçib və heç bir vaxt Azərbaycan xalqı öz igid oğullarının qəhrəmanlığını unutmayacaq. Mən çox belə deyim, bu mövzuda çox geniş danışmaq olar, amma hava şəraitini də nəzərə alaraq, daha yaşlı Ağbirçək, Ağsaqqal şəhid atalarına, digər şəhid ictimaiyyətinin olduğunu nəzərə alaraq, tədbirimizdə iştirak edən digər şəxslərə də çıxış üçün söz vermək istəyirəm və bu gün tədbirimizdə Salyan deputatımızın köməkçisi buradadır. Çıxış üçün sözü ona. Çox təşəkkür edirəm. Hər birimizin qarşısında baş əyirəm. İlk öncə bu gün bizim müstəqillik günümüz. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlib Azərbaycanı bəladan xilas etdiyi bir gündür. Onunla bağlı hər bir müstəqillik günümüzü təbrik edirəm. İkinci tərəfdən də Şirvanşəhər İcra Hakimiyyəti rəhbərliyinə, şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyi diqqətlə dəyərli görə təşəkkür edirəm. Çox sağ olsun. Mən də öz adımdan, hörmətli Milli Məclisin dəyərli deputatı Günay xanımın adından şəhid ailələrinə öz başsağlığını, ehtiramını çatdırıram. Allah şəhidlərimizə rəhmət eləsin. Müəllim çox geniş mövzuda hər bir nüansa toxundu. Şəhidlər haqqında çox danışmaq olar. Həqiqətən də 30 illik həsrətə 44 günə Ali Baş Komandan İlham Əliyevin güclü, zərgər dəqiqliyi ilə apardığı siyasət sayəsində igid oğullarımız, nami kimi qəhrəmanların sayəsində bizim alnımıza yapışan o ləkəni bu igidlər sildi. Bugünkü gün biz alnı açıq, başımız dik, öz dövlətimizdə gəzirik. Və bugünkü gün dünyada cərəyan edən bütün prosesləri hər birimiz izləyirik. Baxın, 44 gündə bizim sıravi vətəndaşlarımızdan demək olar ki, itkimiz olmalı. Amma cərəyan edən dünyada baş verən hadisələrə nəzər salsaq, biz yenə də bu cür müharibədə qalib çıxdığımızı şəhidlər, bir də cənab prezident Ali Baş Komandana borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qarşınızda baş əyirik, əllərinizdən ötürük. Bir dövlət olaraq sizinlə fəxr edirik. Allah rəhmət eləsin. Tədbirimizdə hər zaman olduğu kimi Yeni Azərbaycan Partiyasından, eləcə də Səfərbərlik və hər bir xidmət çağırış üzrə dövlət xidmətindən nümayəndələr iştirak edir. Çıxış üçün sözü onlara vermək istəyirəm. Kamil müəllim, buyurun. Mən də Səfərbərlik və Hərbi Xidmət Nazirliyi Dövlət Xidmətinin Şirvanşəhər şöbəsi adından Nami qardaşımıza və digər bütün şəhidlərimizə rəhmət edirik. Allah ruhlarını şad eləsin. Allah ailəsinə, yaxınlarına səbr versin. Sağ olun. Yeni Azərbaycan Partiyasından, buyurun. Mən də öz adımdan və Yeni Azərbaycan Partiyası Şirvanşəhər təşkilatının adından şəhidimiz və Namiq Xəlilov başqanlığının timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr edirik. Çox sağ olun. Allah ruhunu şad etsin. Allah ruhunu şad eləsin. Məkanları cənnət. Alim müəllimə çıxış üçün söz verəcəyik. Şəhid atası kimi. Öz fikirlərini Sağ olsun, Allah kömək olsun. Mən söz verəcəyim və təşəkkür edirəm. Şəhidlərin qarşısında baş əyirəm. Allah sizə səbir versin, Allah da sizə səbir versin. Şəhid anası atası olmaq çətindir və öz barəsində söz demək ondan da çətindir. Çünki elə söz var ki, adam ürəyində gəlir. Şəhid atası, anası olduğu yer ürəyirsən.
bürüzə verə bilmirsə, söz tapıb onu tərənnüm eləyə bilmirsə. 5 ildir biz bir yerdəyik. Bugün Namıq Xəlilовun 33 yaşı tamam olardı. 33 yaş dində dilə göstərilir ki, cənnətə gedənlər orada 33 yaşında olur. Oradan da onun yerində cənnətdə idi, orada 33 yaşında. Bütün insanlar da orada 33 yaşında olurlar. Qocalar da, uşaqlardan başqa cavanlar da 33 yaşında olurlar. Ona görə onun bugünkü ad günü elə bir ki, başı Üskap bayramına çevrilib. Niyə görə? Yəni bugün Azərbaycanda müstəqillik günüdür. Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı işğalı günə çıxardı. Heydər Əliyevin bir söz vardır. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. O söz Azərbaycan əsgərlərinin, Azərbaycan oğulların ürəyində bir şüar oldu. O şüarı bizim evlatlar əlində, ürəyində şüar tutaraq Qarabağ uğrunda, Şuşa uğrunda döyüşə getdilər. Şuşanın alınması tarixi hadisələrdən biridir və hərb tarixində də unikal bir hadisə ki, alınmaz bir qalanı bizim evlatlar 44 gün ərzində aldılar. Bu müharibəni tarixdə İstanbulun fəth edilməsi ilə hərdən müqayisə etdilər. Orada da Allah elə bir ki, Türk ordusunun himayəsində durdu. Qarabağ müharibəsində Şuşanın alınmasında bizə bir təbii hadisələr oldu ki, doğrudan da ki, Allah bizimlə oldu. Çünki biz haqq tərəfdarıydı, Allah bizimlə oldu. Haqq da qalib gəldi. Haqqın da qalib gəlməsində Namıq kimi oğlanlar öz canından, şirin canından keçdilər. Deyir, hər şeydən əziz candır, candan da əziz evlatdır, evlatdan da əziz vətəndir. Təzəgül xanımın da canı əzizdir, candan da əziz evladıdır, evladından da əziz vətəndir. Onun candan əziz olan oğlu, vətən uğrunda öz canını fəda elədi. Ana yenə bir daha səbir arzulayam, Allah səbir versin, ağlamasın, həmişə başını buca tutsun. Çünki mən onu həmişə birinci günündən görəndən məğrur bir qadın kimi görmüşəm. Heç vaxt ağlamadım. Sağ ol. Sağ olun. Allah rəhmət eləsin. Çox var olun. Allah sizə səbir şad eləsin. Və şəhidimizin qohumu, əmisi isə əmsi oldu. Məşədi Niyaz müəllim buradadır. Çıxış üçün sözü ona vermək istəyirəm. Həmçinin salamlayıram. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Namişin elə əmmin adını daşıyır. Əmmim də elə Sovetin dövründə millətin qeyrətini çəkir. Baba da o yolu gedib babasına oxşayıbdı. Çünki bizim ailəm belə baxanda elə Namidin düşgünü də bir əmmin əvəz şəhid idi. Familiyalar ayrıdır. 17-ci Namid dünyasında şəhid olurdu. 19-da Seymurun oldu. İkisi bir yerdə döyüşə bilər, heç birindən xəbər olmayıb. Yəni familiyalar ayrı olduğuna görə biraz tanımayıblar. Mən hər məclisə bir şey qeyd edirəm ki, siz şəhid atalarına, Şirvan şəhərinə, cəmaatın hamısına minnətdarlıq bildirirəm. Çünki başqa rayonlarda belə bir təşkilatın çox zəifdir, açıq zəifdir. Mən o rayonlara gəzirəm də, hamısını o şəhidin məclisinə gedirəm. Bu işlərdə eyni dərddə olduğumuza görə hamımız qarşısına başa gələm. Çünki harada biri başı ağarmış xanım görürsünüz, bir ki onun böyük bir dərdi var. Amma siz üçün bu dərd deyil, siz üçün bir fəxirdir bu. Siz üçün biz üçün də fəxirdir. Çünki bu balaların hesabından Qarabağ torpağı azad olunur. Ömür boyu mən o çöllərə də mənə ziyarətlərə getmişəm. Danışan kimi deyir də danış bunu. Deyir dünya deyir də sizin torpağı erməni işğal edib. İndi rahat danışır o. Niyə görə? Çünki bu Namiqin timsalı bütün şəhidlərimizin hesabından biz azad yaşayırıq bir dəqiqə. Yəni o müəllim dedi, baba vəzifəyə gələnə qədər Allahın üçün qapıdan çölə çıxa bilmir. Elə oradan tuturdular. Bir də köhnə bu müəllim 15'li turba atmış içində imkan vermirlər. İndi rahat yaşayırıq. Gecə saat 2-də də gəzirsən, 3-də də gəzirsən. Bugün bu təhlükəsizlik təmin edən qalan balaların Allah canını salamat eləsin, yollar bizi qoruyurlar. Ölənlərə də qəni-qəni rəhmət eləsin. Bu şəhidlər elə bir addır ki, valla bayramdır biz üçün. Bugün iki bayramdır. Namidin ad günü, üstə gəldə qurtuluş günü ki, millətin o bütün pis işlərdən uzaq olduğu gündür bugün. Gözəl fəxrdir ki, eyni gündə iki də bayram qeyd edirik. Bu bayramı da qeyd eləməkdə hamımıza təşəkkür edirəm. Çünki sizin o birliyiniz var, o birliyi Allah bir-birinizin əlindən almasın. Bəli, gözəldir, mən fəxr edirəm. Şəhid atasının, şəhid anasının, şəhidin balasının ad günü Şirvan şəhərində yüksək səviyyədə qeyd olunur. Buna görə də hamımıza minnətdaram. Allah hamımıza razı olsun. Hamımızın qarşısında başa girən borcumuzdur. Şəhidləri hər il, hər zaman yad eləmək. Şəhid ölmür ki. Allah deyir, şəhid ölmür. Şəhid unudulanda ölür. Yad olunmayan da ölür. Bugün nə var ki, mən o Səlyandan əvəzin atası var, maaşlar. Dedi, bizə heç nə lazımdır. Belə madiyyatı qoyabızdır. Sadəcə bir dəfə qapımız açın. Mənəvi dəstək lazımdır ki, bilsin ki, bunun balası boş yerə getməyibdir.
boş yere gelmedi. Niye göre? Çünkü bu boyda xalqın, bu boyda torpağı 28 il gedə bilmirdik, indi rahat gedirik. Niye? Her o rahatlığı şərəşəndə bu balalara rəhmət oxumaq lazımdır. Bunların haqqı bizim boynumuza ağırdır. Azı gözəl bir İslam dilində belə iki bənd var. Haqqullah Allahın haqqıdır, haqqunnas bəndən haqqıdır. Bunlar elə bir haqq qoyublar ki, biz onların haqqına çıxa bilməyəcəyik. Nə özlərinin, nə balalarının, nə atalarının, nə analarının. Hamınıza təşəkkür edirəm. Allah hamımızdan razı olsun. Ölənlərinizə rəhmət eləsin. Başımızın tacısınız. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Əziz şəhid ailələri, Allah hər birinizə səbir versin, can sağlığı versin. Yaşayan birlikdə, yəni çox yaşayın inşallah. Birlikdə bax belə şəhidimizin adını əbədiləşdirməsi ilə bağlı, bütün şəhidlərimizlə bağlı tədbirlərimizi həyata keçirək. Allah bütün şəhidlərimizin ailələrini, övladlarını qorusun. Allah onlara rəhmət eləsin. Şəhidlərimizin ruhlarını şad eləsin. Bir daha bütün müharibə işləri Allahdan can sağlığı arzulayıram və Hacıya sözü verirəm ki, Fatihə versin, sonra da birlikdə inşallah digər şəhidlərimizin məzarlarını Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme kuruhu ve şuruhu ma'amen kana yetevellahu min a'immetil ma'sumin ila ruhil merhumme bil Fatiha. Bismillahirrahmanirrahim. Sıratel müstakim. Aleykum. Bismillahirrahmanirrahim. Alem yekullahu. Allah razı olsun.